Allah. Dördüncü sual deyir ki, dördüncü sual eyni növ monomerlərdən təşkil olunmuşdur. Biz burada götürəcəyik nişastanı. Çünki zülaldır, müxtəlif növ amin turşulardan təşkil oluna bilər. Nuklein turşularda DNT, RNT-dir. Bunların hər birində 4 növ nukleotiddən təşkil oluna bilər. Monomeri nukleotiddir də. Amma nişastanın monomeri glukozdadır. Çoxlu sayda təkrarlanan glukozalardan ibarətdir. Ona görə də burada doğru cavab olacaq Y variantı. Gəlir 5-ci sual. 5-ci sualda deyir ki, tozlanma üsulu şəkildə verilən kimidir. Nə verilib? Çarpaz tozlanma həşərat vasitəsilə. Burada da, məsələn, noxud öz-özünə tozlanır, pomidordur, buğdadır, lobyadır. Bunlar hamısı öz-özünə tozlanır. Doğru cavab Georgin olacaq. Yəni, bu da əzbərçi suallardan biri idi. 6-cı sual. 6-cı sualda deyir ki, bitki X, toxumunun quru çəkisi M, toxumun suyu udduqdan sonraki çəkisi 5/4'dür. Bu darı bitkisi olacaq. Nədən bildim? Elə məxrəcdəki 4-dən bildim. Gəlin hesablayaq. Buradan yazacağım. Baxın, toxumun quru çəkisi nə qədərdir deyir? M-dir. Biz bilirik ki, noxud öz çəkisi qədər, qarğıdalı öz çəkisinin yarısı qədər, darı isə öz çəkisinin 1/4 qədər sudur cücərərkən. Deməli, bu M qədərdirsə quru çəkisi öz çəkisinin 1/4 qədər, yəni M/4 qədər su udacaq və cücərdikdən sonra, suyu çəkdikdən sonra çəkisi olacaq. Ortaq məxrəc 4 götürsəm, burada qalır 4, burada qalır 1, 4-ün üstə gəl 1M eləyir 5M. Deməli, cavab olur 5M/4. Ona görə də mən elə bu məxrəcdəki 4-ü görəndə bildim ki, bu 1/4 qədər su udandı. Bu da kimdir? Darıdır. 7-ci sual. 7-ci sualda deyir ki, aşağıdakı çarpazlaşma zamanı F2 nəslində ağ çiyələklərin sayı 40 olarsa, ümumi çiyələklərin sayını tapın. Aha, F2 nəslində deyir. Burada F1 nəslində deməli 2 dənə homozigotu çarpazlaşdırıb və alıbdır heterozigot fərd F1 nəslində. Sonra isə bunu öz aralarında çarpazlaşdırıb və bizdən F2 nəslini istəyir. Bir dənə bu ağ yeri təmizləyim. Buradan yazacağım çünki. Aha. Deməli, biz bilirik ki, böyük ya kiçik yağını böyük ya kiçik yağ ilə çarpazlaşdıranda bizə verəcək böyük yağ 2 pay böyük yağ kiçik yağ və kiçik yağ kiçik yağ. Düzdürmü? Və deyir ki, ağ çiyələklərin sayı, bax bu ağ çiyələklərin sayı 40 olarsa. Deməli, 1 paydısa, bu da 1 paydı axı. Deməli, bu da 40 olacaq. Bu isə 2 paydı. Deməli, 2 dəfə onlardan çox. 80 olacaq. Cəmini də toplasam, məndən cəmini istəyir. 80 üstə gəl 40, 40, 80 deyilə. Cəm elədi 160. Məndən ümumi çiyələklərin sayını istəyirdi. Bu da oldu 160. Yəni, doğru cavab C variantı. 8-ci sual. 8-ci sual əzbərci sualdır. Müəllimlər, epidemiologiya bölməsində bunu keçmişik. Epidemioloji metodlardan hansı COVID-19 virus xəstəliyini formalaşdıran səbəbləri və şəraiti üzrə çıxarır? Bu analitik üsuldur. 9-cu sual. 9-cu sualda deyir ki, Jean-Baptiste Lamarckın qradiasiyasını əks etdirən təsnifat sisteminin 3-cü pilləsində yerləşən canlılar. Gəlin bir dənə yadımıza salaq. Birinci pillə nə demişdik? İp, infuzorlar, poliplər. İkinci pillə nə demişdik? Şık, şualılar, qurtlar. Üçüncü pillə nə demişdik? Haş, örümçəklər, həşəratlar. Bizdən də üçüncü hissəni istəyirmi? İstəyir. İndi deyir ki, yanlışı. Traxeya ilə tənəffüs edə bilərmi? Edə bilər. Elə həşəratlarda, elə hörümçəklər də traxeya ilə tənəffüs edə bilər. İnkişafı düzünə gedən canlı ola bilərmi? Ola bilər. Hörümçəklər düzünə inkişaf edir. Ağciyərlə tənəffüs edən canlı ola bilərmi? Ola bilər. Hörümçəklərdə tənəffüs həm ağciyər, həm traxeyalar vasitəsilə gedir. İnkişafında sürfə mərhələsi canlı ola bilərmi? Bəli, həşəratlar dolayı inkişafdır. Onlarda sürfə mərhələsinə təsadüf edilir. Dəri əzələ hissəsinə sahib olan canlı ola bilərmi? Ola bilməz. Dəri əzələ hissəsi yalnız qurdularda müşahidə olunan xüsusiyyətdir. Biz nə həşəratda, nə də hörümçəkdə belə bir şey görə bilmərik. Ona görə burada doğru cavab yanlış istədiyinə görə Y variantı olacaq. Keçirəm 10-cu suala. 10-cu sualda mənə deyib ki,
Nə deyir? Deyir ki, cədvələ əsasən doğru bəndi müəyyən edin. Biz bunu yenicə keçmişik, təkrarlamışıq daha doğrusu. Keçməyinə çoxdan keçmişdik. Aha, monosaxarid. Monosaxaridlər hansıları idi? Glukoza idi, fruktoza idi, galaktoza idi. Bunlar heksozalarımız idi. Və pentozalardan da riboza və dezoksiriboza. Bunlar bizim monosaxaridlərimiz idi. Disaxaridlərə isə laktozanı, maltozanı, saxarozanı misal göstərmişdik. Polisaxaridlərə də qlikogeni, nişastanı, xitini, pektini misal göstərmişdik. Və burada da indi baxıraq doğru cavabların içərisində deməli birincidə qalaktozanı disaxaridə yazıb səhvdir. İkincidə laktozanı monosaxaridə yazıb disaxaridə yazmalı idi, səhvdir. Üçüncüdə dezoksiribozanı monosaxaridə yazmalı idi, disaxaridə yazıb səhvdir. Dördüncüdə e, dördüncü düzdür. Glukoza monosaxarid, laktoza disaxarid, nişasta polisaxarid düzdür. Beşincidə nəyi səhv yazıb? Beşincidə də galaktoza. Galaktozanı polisaxaridə yazıb, amma yazmalıydı monosaxaridə. Bəli, burada doğru cavab olacaq D variantı. 11-ci sual. 11-ci sualda deyir ki, hansı yosunun çoxalma prosesində cinsi və qeyri-cinsi nəsil bir-birini əvəz edir? Biz bunları qırmızı və qonur yosunlarda müşahidə eləmişdik. Məsələn, demişdik ki, laminariya yosununda nəsil növbələşməsi var, sonra porfirada var. Burada da rodimeniyanın adını görürük, qırmızı yosunlara aid olan. Buna görə də doğru cavab olacaq D variantı. 12-ci sual deyir ki, əgər bir meyvənin əmələ gəlməsi zamanı iki qat mayalanmada iştirak edən haploid hüceyrələrin sayı diploid hüceyrələrin sayından 14 ədəd artıq olarsa, gəlin birinci baxaq. Bir iki qat mayalanma prosesində, yəni bir toxumun əmələ gəlməsi prosesində 3 ədəd haploid hüceyrə, bunlar kimlərdir? Yumurta hüceyrə, spermi və spermi. 2 spermi, 1 yumurta hüceyrə. Və bir ədəd diploid, yəni bu kimdir? Mərkəzi hüceyrə iştirak edir. Deməli, bu zaman fərq olur 2. Haploid 3, diploid 1. Fərq olur 2. Bu isə deyir ki, fərq 14 ədəddir. Onda bir toxumda fərq 2-dirsə, neçə toxumda fərq 14 olar? 14-ü bölürük 2-yə, tapırıq ki, doğru cavab 7-dir. Yəni, 12-də cavab C variantı. C variantı. 13-cü sualı oxuyuram. Bunu da təzə elə keçmişdik. Əlverişli şəraitdə 3 bakteriyanın 2 saat ərzində fasiləsiz bölünməsi zamanı əmələ gələn fərd sayı ilə nəsil sayı arasında fərq neçə edər? Biz demişdik ki, nəsil sayının başlanğıc bakteriya sayına heç bir dəxlisi yoxdur. 2 saat 120 dəqiqədir. 120 dəqiqəni bölərəm 20-yə, taparam ki, 6 nəsil əmələ gəlmişdir. Düzdürmü? Nəsil sayını tapdım. İndi mənə deyir ki, əmələ gələn fərq sayı 2 üstü nəsil sayı, yəni 6, bir də başlanğıc sayım var, yəni 3. Bunları vururam bir-birinə. 2, 4, 8, 16, 32, 64. 64-ü də 3-ə vuranda 3 vur 4, 12, 1 yadda, 3 vur 6, 18, 1 də yadda 19. Düz hesabladım inşallah ki, və bunlar arasında fərq istəyir. 6-nı da çıxıram. 12-dən 6 çıxanda 6, 186. Hesablama səhvim yoxdur müəllimlər. Başım ağrıyır, ona görə ola bilər, olar. Məncə yox. 86 B var. 186. Bəli, B var. Bəli. Davam eləyirəm. 14-cü sual. İynə yarpaqlı ağacların toxumları ilə qidalanır. Biz bunu ekoloji növ əmələ gəlmədə demişdik ki, arı quşunun 5 növü var. Onlardan yalnızca biri kəkilli arı quşu toxumla qidalanır. Yerdə qalan hamısı həşəratla qidalanır. Yəni əzbərçi sualdır. Buna görə doğru cavab olur B variantı. Kəkilli arı quşu. 15-ci sualı oxuyuram. Deyir ki, nə deyir? Deyir ki, aşağıdakı sxemə əsasən verilən fikirlərdən hansı doğrudur? Bu, təkamül sxemini özündə əks etdirir. Yosunlar iki şaxəyə ayrılır. Mamırlar, hansı ki, kor şaxədir, heç kimə başlanğıc verməyiblər və psilofitlər. Psilofitlər kimlərə başlanğıc verdilər? Psilofitlərdən əmələ gəldi. Toxumlu, qıcı kimlər? Onlardan əmələ gəldi. Çılpaq toxumlular. Çılpaq toxumlardan əmələ gəldi örtülü toxumlar. Deməli, X qıcı kimlərdir? Y çılpaq toxumlardır. Z də örtülü toxumlardır. İndi nə istəyir məndən? Doğrunu istəyir.
Deyir ki, X-də ilk dəfə yarpaq əmələ gəldi. Xeyr, yarpaq ilk dəfə əmələ gəlib mamırlarda. Ona görə bu yanlışdır. Z bitkilərin ən yaşlı qrupudur. Ən yaşlı yox, örtülü toxumlar ən cavan qrupudur. Mezozoy erasının təbaşir dövründə əmələ gəlmişdir. Y qrupuna aid olan bitkilərdə cinsi nəsil üstünlük təşkil edir. Toxumlu bitkilərdə cinsi nəsil güclü reduksiyaya uğramışdır. Ümumiyyətlə cinsi nəsil üstünlük təşkil edən yalnız mamırlardır. Ona görə bu da yanlışdır. X bitkisinin qametləri yetkin bitkinin üzərində əmələ gəlir. X bitkisi qıcıkimlərdir. Qıcıkimlərdə qametlər yetkin bitkinin üzərində yox, onların cücərtisi olan protalın üzərində əmələ gəlir. Ona görə bu da yanlışdır. Y bitkisində tozcuq borusu olur. Bəli, ilk dəfə olaraq qısa tozcuq borusu çılpaq toxumlarda əmələ gəldi. Ona görə burada doğru cavab olur Y variantı. 16-cı sual deyir ki, qırtlağın iltihabıdır. Laringitdir, yenə əzbərçi sualdır. Demişdik ki, qırtlağın iltihabıdır və səs telləri də qırtlaqda yerləşdiyi üçün səsin qalınlaşmasına səbəb ola bilər. Keçirəm 17-ci suala. 17-ci sualımız buradadır. Aha. Verilən xəstəliklərin hansının antroponoz, bakterial və protozooz adlandırmaq olar? Deməli, mən burada faringiti niyə götürmürəm? Ona görə ki, o bakterioz həmçinin də viruslar tərəfindən törədilib. Amma protozooz deyil, yəni bir hüceyrəlilər tərəfindən törədilmir. Amma meningit həm bakteriyalar tərəfindən törədilir, həm də protozoozlar, yəni bir hüceyrəli heyvanlar tərəfindən törədilir. Ona görə də burada həmçinin meningiti biz demişik, viruslar da törədə bilər. Dərsliklərimizdə olmasa, hətta onu göbələklər belə törədə bilər. Ona görə burada cavab, doğru cavab olacaq meningit, yəni D variantı. 18-ci sual. 18-ci sualda deyir ki, təbiətdə bəzən ayrı-ayrı növlərə mənsub fərdlərin çarpazlaşıb dövrlü nəsil verdiyi üçün növün hansı kriterisi mütləq sayılmaz? Aha, biz növün kriterilərini keçmişdik. Demişdik ki, fizioloji kriteriyə görə növlər, ayrı-ayrı növləri olan fərdlər çarpazlaşıb dövrlü nəsil verə bilməzlər də, eyni növ olmalıdırlar. Bunu pozan amillər də var idi. Məsələn, sarı bülbül və araçəhrə və yaxud da qovaq və söyüdün bəzi növləri. Bunlar ayrı-ayrı növ olsalar da çarpazlaşıb dövrlü nəsil verə bilirdilər. Ona görə də bu fizioloji kriterinin mütləq olmasını pozan amil idi. Ona görə burada da doğru cavab olacaq D variantı. 19-cu sual. 19-cu sualda deyir ki, prokaryot və eukaryotların hər ikisində olur. Nüvə prokaryotlarda olmaz. Onların formalaşmış nüvəsi yoxdur. Nuklein turşuları bütün aləmlərdə müşahidə olunur. Bu var. Sitoplazmada hüceyrəvi quruluşu olan bütün canlılarda var. Ribosom ən qədim orqanoiddir. Prokaryotlarda da var, eukaryotlarda da var. Plastik prokaryotlarda rast gəlinməz. Plazmatik membran, qlafın daxili qatıdır və universaldır. Bütün hüceyrəvi quruluşa malik olan canlılarda müşahidə olunur. Xarici qlaf hamısında olmaya bilər. Daha doğrusu, xarici qlaf hüceyrə divarından təşkil olunmaya bilər. Amma plazmatik membran hamısında olur. 20-ci sual. Orta yaşlı insanın sutkalıq yağa olan ehtiyacının minimum neçə faizini bitki yağları təşkil edir? Sutka ərzində bizə 80-100 qram yağ lazımdır. Bunun da 30 qramı bitki yağı olmalıdır. İndi minimum istəyir bizdən. Neçə faiz, minimum neçə faizini bitki yağları təşkil edər? Deməli, biz onda 100 qramdan hesablamalıyıq. 100 qram 100%dirsə, bəs neçə qram? 30 qram neçə faizdir? Bu da eləyəcək elə 30%. Bəli, 30%. Maksimum desəydi, mən 80 qramdan hesablayardım. Amma minimum dediyi üçün mən bura böyük rəqəm yazmalıyam ki, bunu buna vurub, sonra buna böyük rəqəmə bölüm. Böləndə də minimum rəqəm alın. Bəli, ona görə doğru cavab olur elə 30%. Sonra gəlir 21-ci sual. Deyir ki, Down sindromu oğlan uşağının 6 kub millimetr qanında olan leykositlərin minimum neçə cinsi xromosom olar? Deməli,
1 kub millimetr qanda leykositlərin miqdarı 4-10 mindir. Minimum dediyinə görə 4000-dən hesablayacağım. 1 kub millimetrdə 4000-dirsə 4-10 üstü 3. 6 kub millimetrdə x. X bərabərdir 6 vur 4 24. 24 10 üstü 3. Yəni 24.000. İndi nə istəyir məndən? Leykositin sayını tapdım minimum. Neçə cinsi xromosomu var? Hə. Bu sindromunun 21-ci xromosomun, yəni autosom xromosomun artıqlığıdır bir vahid. Cinsi xromosomla onun problemi yoxdur. Deməli, normada 2 cinsi xromosom olmalıdır, elə də olur. Ona görə bunu vururam 2-yə. Neçə eləyir? 48 10 üstü 3. Doğru cavab neçə elədi? 48.000. 48.000. Baxın, hə, B variantı. Doğru. 22-ci sual. Deyir ki, albalının generativ tumurcuğundan nə əmələ gələr? Əzbərçi sualda albalı sadə çətir çiçək qrupuna malikdir. Deməli, generativ tumurcuqdan da sadə çətir çiçək qrupu əmələ gələcək. 23-cü sual. Müəllimlər, mən elə dı izah eləyib gedirəm. Sualınız olanda deyin. Bura qədər problem yoxdur. Hər şey aydındır. Yox müəllim. Aydın. Yox müəllim. 23-cü sual. Yanlış cavabı seçin. Neandertallar. Neandertallar Hannibal olublar. Bəli, olublar. Hanniballıq aradan qalxdı, Kromanyonlardır. Zəif inkişaf etmiş onurğa əyriliyinə malik olublar. Bəli, ilk dəfə onlarda zəif inkişaf etmiş onurğa əyrilikləri, S-vari əyriliklər yavaş-yavaş onlarda əmələ gəlməyə başladı, amma hələ zəif inkişaf eləmişdi. Bu da doğrudur. Ağacdan alət hazırlayıblar. Bəli, ağacdan alət hazırlayıblar. 180 sm boyu olub. Yox, bunu həmişə, daha doğrusu yadınızdan çıxmaz da, həmişə Neandertalları keçəndə deyirəm ki, elə mənə kimi bir şeylər idilər. Boyları 1.55 idi. Xəstə boy idilər. Bu yanlış cavabdır. 180 sm bunların boyu yox idi. Afrikada yaşamayıblar, bəli, yaşamayıblar. Onlar Afrika və Asiyada onların, Afrika nə idi? Avropa və Asiyada onların qalıqları tapılmışdır. Deməli, burada yanlış istədiyinə görə doğru cavab olacaq D variantı. 29-cu sual. 29-cu sualda nə deyir? Yox müəllim. Neçənci? 24. 24. Hə, 24. Üzrlüsən. 24-cü sual. Uyğunluğu deyir, müəyyən edin. Xarici xitin skelet Kembridə yaranıb. Burada ordovik yazıb səhvdir. Dişlərin ixtisaslaşması demişik, ilk dəfə yırtıcı dişli sürünənlərdə. Onların da 4 dənə dişi var idi, perimdə 4 hərfli idi. Bəli, deməli bu doğrudur. Tozlayıcı cücülər ilk dəfə çiçək əmələ gələndə, o da mezozoy erasının təbaşir dövründə. Bura Yura yazıb səhvdir. İlk sürünənlər yadınızdadırsa daş kömür torbasının altından qaçmışdı. Burada isə daş kömür yox, devon yazıb səhvdir. Parapiteklər P hərfi ilə yadımızda saxlamışdıq. Parapiteklər paleogendə. Burada isə neogen yazıb, deməli yanlışdır. Deməli, burada düzgün cavab oldu B bəndi. 25-ci sual. 25 deyir ki, noxud bitkisinin mərkəzi hüceyrəsində 14 xromosom var. Mərkəzi hüceyrə də biz bilirik ki 2N-dir. Dəqiqə bunu buradan sileyim, deyəsən yazmaq nəsə lazımdır burada. Aha, deməli bunun 2N-i 14-dür. Bitkinin bir kök, bir yarpaq, bir endosperin və çiçək saplağı hüceyrələrində neçə xromosom var? Deməli kök də elə 2N olur. Ona görə mərkəzi hüceyrə 2N 14-dürsə, deməli kök də 14-dür. Elə yarpaq da 14-dür. Endosperm isə özü və yarısı 14 üstəgəl 7. Neçə eləyir? 21 eləyir, səhv eləmirəmsə. Çiçək saplağı özü nədir? Ondandır. 14. Neçə eləyir? 4, 4, 8, 3 vur 4, 12, bu da 1, 13. Bir yadda 2, 3, 4, 5, 63 elədi müəllimlər. Bəli, 63 elədi. 25-də cavab oldu B variantı. 26-cı sual. 26-cı sualda deyir ki, göz almasına hərəkət etdirən əzələlər, bunu əzbərçi sualdır, yenə əzbərləməliyik. Göz almasına hərəkət etdirən əzələlər, mimiki əzələlər, çeynəmə əzələləri harada yerləşir? Beyin körpüsündə, varol körpüdə. Bəli, cavab C variantı. Keçirik 27-ci sual. 27-ci sualda da deyir ki, deməli bir çarpazlaşma veribdir və deyir ki,
Bu çarpazlaşmadan bu fenotipli fərdin əmələ gəlmə ehtimalı neçədir? Tam dominantlıq mövcuddur. Genlər ilişikli deyil. Bu da asan bir sualdır. Genlər ilişikli deyil. Monohibrid kimi baxsaq, böyük ya kiçik yanı böyük ya kiçik A ilə çarpazlaşdıranda mənə böyük ya 2 pay böyük ya kiçik ya 1 pay da kiçik ya verir. Deməli böyük ya fenotipi 4 dənədən 3 oldu. Düzdürmü? Aha. BB'ni də BB ilə çarpazlaşdırsam, bu da mənə böyük B və böyük B, kiçik B verəcək. Deməli, böyük B fenotipi tam dominantlıqdır axı. Elə bir ehtimalla verəcək. Başqa ehtimalı yoxdur bunun. Sonra böyük C, kiçik C-ni də kiçik C ilə çarpazlaşdırsam, buradan da mənə böyük C, kiçik C verəcək. Kiçik C-nin əmələ gəlmə ehtimalı oldu 2-dən 1 ehtimal. Və BD-ni də BD ilə çarpazlaşdıranda böyük D, kiçik D. Və buradan böyük D əmələ gəlmə ehtimalı elə 1 ehtimaldır. Genetikada ehtimalları bir-birinə vururuq. 4 vur 2 eləyir 8. Burada da qalır 3. Cavab eləyir 8-də 3. 27-ci sualda cavab 8-də 3. C variantı olacaq. Müəllimlər aydındır da, düzdür? 28-ci sual. Yetkin insanın ağız boşluğuna açılan iri ağız suyu vəzlərinin sayı 3 cütdür. Deməli, mən 3 cüt, yəni 6 dənə olanı axtarıb tapmalıyam. Ağıl dişlərinin sayı 4 dənədir. Köpək dişlərinin sayı 4 dənədir. Alt çənədə olan kiçik ağzı dişlərinin sayı alt çənədə 2 burada, 2 burada, 4 dənədir. Üst çənədə olan böyük ağzı dişlərinin sayı 3, 6 dənədir. Kəsici dişlərin sayı 8 dənədir. Deməli, bizə 6 dənə olmaq lazımdır. Deməli, D. Üst çənədə olan böyük ağzı dişlərin sayı. Çox vaxtda bir də müəllimlər test tərtibçilərində görmüşəm bunu. Düzdür, çoxsu düz tərtib eləyir, amma bəziləri səhv tərtibat və ya səhv cavab verirlər. Müəllimlər, üst çənə deyəndə, üst çənə 2 sümükdən ibarətdir. Biz üst çənə deyiriksə, o 2 sümüyün ikisi də birlikdə nəzərdə tutulur. Yox, üst çənə sümüyü deyirsə, o zaman biri nəzərdə tutulur. Bir üst çənə, 2 üst çənə sümüyündən ibarətdir. Biz heç vaxt üst çənələr demirik ki, deyirik üst çənə. Amma üst çənə sümüyü deyiriksə, onun biri nəzərdə tutulur. Yəni, yarım çənə nəzərdə tutulur. 29-cu sual. Yəni, bu sualda bir yanlışlıq yoxdur. Bu doğru tərtibatdır. 29-cu sualı oxuyuram. Qadında yumurtalığın yetişmə zonasının sonunda əmələ gələn və qametlərlə eyni cinsi xromosom daşıyan yönəldici cisimliklərin sayı 42-dir. O zaman əmələ gələn qametlərdə cəmi neçə autosom xromosom olar? Yenə bunu buradan silim. Deməli, qametlərlə eyni cinsi qadın bilirik ki, XX cinsiyyət xromosomuna aiddir. Yəni, qameti də, yönəldici cisimciyi də, hamısı X daşıyacaq. Yəni, bu ilan deyil, kərtənkələ deyil ki, yarısı X, yarısı Y daşısın. Düzdürmü? Ona görə qametlə bir dənə qamet X daşıyırsa, baxın, biri daxil olub yumurtalığın yetişmə zonasına. XX. Bundan bir dənə X xromosomlu yumurta hüceyrə, 3 dənə də X xromosomlu yönəldici cisimciy əmələ gələr. Deməli, bir dənə qamet nə daşıyırsa, 3 dənə yönəldici cisimcik də o daşıyır. İndi burada da 42 dənə yönəldici cisimcik əgər qametlə eyni daşıyırsa, 42 dənə. 42-ni də 3-ə böləndə neçə eləyir? 14 eləyirmi? 14 eləyir. Deməli, 14 dənə də qametimiz var ki, 42 dənə yönəldici cisimcik də 14 dənə qametlə eyni cinsiyyət xromosomunu daşıyır. İndi məndən qametlərdə neçə autosom xromosom olduğunu. Autosom xromosom sayı qametdə 22-dir. Biri cinsidir, 23-dən birini çıxırıq, 22 dənə autosom var. Bura. 8, 2, 8, 2, 8, 308 eləyir müəllimlər.
29-cu sualda doğru cavab 308. Bəli. Hı -hı. Aydındır müəllimlər. 30-cu sual. 30-cu Görən sual. müəllimə, Bəli. bu sualla bağlı soruşum. Qametlə eyni xromosom daşıyır deyəndə biz yönədici cisimciyin sayı ilə qaməti eyni götürürdük, yoxsa mən elə yadıma qalıb? Əgər heterozigotdursa, müəllimə, Aha. qametlə eyni cinsi xromosom daşıyan Hə, bu da bir dənə qadın deyir olur. müəllimə. Hə, Hə, homozigotdur. Hə, bildim, bəli, bildim. bəli, bəli. Bu Hə, yəni hə, ilan bildim. ömür, kərtənkələ deyil də, yəni Hə, mən bildim mən. Hə. qadına, bəli. Hı -hı. Hə. Çox vaxt müəllimlər onda səhv eləyirlər. Bəli, elə abituriyentlər də eləyirlər. Hə, o qadın Məncə mən çaşırlar. özüm də 42-ni vururdum müəllimə. Hə, 44-ü. hə, hə. Bildim, başa düşdüm müəllimə. Yəni ona görə biraz diqqət tələb olunur. Özüm də diqqətsizəm amma yəni siz eləməyin də. Siz diqqətsiz olmayın. 30-cu sualı oxuyuram. Deyir ki, qeyri-cinsi çoxalma üsulu deyil. Şizofreniya qeyri-cinsi, sporla çoxalma qeyri-cinsi, fraqmentasiya qeyri-cinsi, tumurcuqlanma qeyri-cinsi, partenogenez cinsi çoxalmadır. Sadəcə olaraq burada bir fərd iştirak eləyir. Ona görə doğru cavab Y variantı. 31-ci sual. Qametləri ooqamiyadır. Qametlərin 3 formasını keçmişdik. İzoqamiya həm ölçüsünə görə, həm də formasına görə eynidir. Anizoqamiya ölçüsünə görə müxtəlifdir, formasına görə eynidir. Ooqamiya həm ölçüsünə görə, həm formasına görə müxtəlifdir. Adətən yumurta hüceyrə dişi qamət böyük və hərəkətsiz, erkək qamət isə kiçik və hərəkətli. Ona görə ona spermatozoid deyirdik. Baxaq bir-bir hamısını deyək ki, yaddaşımız təzələnsin. Yoxsa birbaşa cavabı da deyib keçə bilərəm. Sadəcə olaraq yaddaş üçün hamısını gəlin deyək. Ulotrix, yadınızdadırsa qametlər eyni ölçüdə və 2 qamçılı idilər. İzoqamiyadır. Palıd ümumiyyətlə toxumlu bitkilərdə anizoqamiya idi. Yumurta hüceyrə böyük, hərəkətsiz. Spermi kiçik, hərəkətsiz. Yəni quyruğu yox idi deyə biz ona spermatozoid demirdik, spermi deyirdik. Deməli, palıd oldu anizoqamiya. Buna bəzi ədəbiyyatlarda heteroqamiya da deyirlər. Adi şamda elə bunun tayıdır, toxumlu bitkidir. Spirogira da izoqamiya idi. Plaum qatır quyruğu olar. Ümumiyyətlə qışı kimilərdə, mamırlarda və heyvanlarda biz ooqamiya. Çünki yumurta hüceyrə böyük və hərəkətsiz, erkək qaməti isə kiçik və hərəkətli, qamçıya malik idi və spermatozoid deyirdik. Deməli, burada doğru cavab olacaq Y variantı plaum. 32-ci sual oxuyuram. 32-ci sualda nə deyir? Hansı bitkidə yumurtacıq sayı yumurtalıqdan çoxdur? Əgər yumurtacıq sayı yumurtalıqdan çoxdursa, deməli söhbət çox toxumlu bitkidən gedir. Çünki əgər deyiriksə ki, toxum yumurtacıqdan əmələ gəlir, deməli yumurtalıqdan meyvə yaranır. Bunun içərisində bir dənə yumurtacıq olsaydı, yəni yumurtacıq sayı yumurtalıq sayına bərabər olsaydı, bir toxumlu meyvə əmələ gələrdi. Bizə isə deyir ki, çoxdur yumurtacıq sayı. Deməli, çox toxumlunu seçməliyəm. Buğda bir toxumlu dən meyvə, alba bir toxumlu şirəli meyvə, çəyirdək meyvə, çovdar dən meyvə, bir toxumlu quru meyvədir. Günə baxan toxumca meyvə, bir toxumlu quru meyvədir. Qarağat gilə meyvədir. Çox toxumlu şirəli meyvə. Ona görə doğru cavab olur D variantı. 33-cü suala keçirik. Nə deyir? Deyir ki, çox hüceyrəli heyvan orqanizminin yumurtalığında yetişmə zonasının sonunda 20 hüceyrə əmələ gəlibsə, maksimum neçə hüceyrə mayalanma zamanı erkək qamətlə birləşə bilər? Yumurtalığın yetişmə zonasının sonunda, qoy bunu bir də sileyim onda. Aha. Deməli, yumurtalığın yetişmə zonasına bir hüceyrə daxil olanda 4 dənə hüceyrə əmələ gəlir, düzdürmü? Biri daxil olanda 4-ü əmələ gəlirsə, deməli 20 bölü 4. 5 dənəsi daxil olub, düzdür? 5 dənə daxil olanda, bax bu daxil olan 5 dənənin biri daxil olanda 1 dənə qamət, 3 dənə yönəldici cisimciyə əmələ gəlirdi. 5-i daxil olubsa 5 qamət,
15 dənə yönəldici cisimçi əmrə gələr. Hansı ki, bunlar mayalanmada iştirak eləmir. Mayalanmada iştirak eləyəcək 5 ədəd qamət. Ona görə 33-cü sualda doğru cavab C variantı. Cavab 5. 34-cü sual. 34-cü sual hanı? Aha, deyir ki, 2 diheterozigot sarı hamar noxudların çarpazlaşmasından alınan yaşlı noxudların neçə faizi hamar toxumludur? Bu da yenə asan sualdır. Uzun uzadı yazmağa gərək yoxdur. Biz əzbərə bilirik. 2 diheterozigodun çarpazlaşmasından əmələ gələn fenotip və genotip nisbətini demişdik ki, bunu əzbər bilməliyik. Fenotip nisbəti 9-un 3-ə, 1-ə. 9-u sarı hamar idi, 3-ü sarı qırışıq idi, bu 3-ü yaşıl hamar idi, 1-i yaşıl qırışıq idi. İndi mənə nə deyir? Deyir ki, yaşıl noxudların, bu 4 dənə yaşıl noxudun neçə faizi hamar toxumludur? Deməli, 300 yaşıl hamardır da, deməli 4 dənədən 3-ü. Bu da faizə çevirəndə 100-ə vursam 300-ü 4-ə bölsəm neçə eləyir? Ümumiyyətlə 4-də 3 75 faizdir də. Bəli. 75 faiz. Doğru cavab C variantı. 35-ci suala keçirəm. 35-ci sual deyir ki, insanın qanında alkoqolün miqdarı neçə faiz olduqda hərəkətlər nizamsız olur, səbəbsiz yerə sevinir, həyəcanlanır. Bu da 10-cu sinif dərsliyində əzbərlənməli bir cədvəl idi. 0,1% olduqda, deyir 0,4% olduqda, deməli, o artıq şeylə düşünə bilmir. 0,2% olduqda vəhşi instinktlər baş qaldırırdı. 0,3% olduqda alkoqol kütlüyü əmələ gəlirdi. Sonra 0,5-0,6% olduqda ölürdü. 0,1% olduqda da nizamsız səbəbsiz gülürdü, səbəbsiz həyəcanlanırdı. Yəni bu əzbərçi sualdır. Sonra 0,4% olanda nə olurdu? Sidik hissəsi qeyri-iradi olaraq boşalır. Düz deyirəm, müəllimlər? Elə idi. Aha, 36-cı suala keçdim. İnsanın gövdə skeleti quruluşca neçə növ sümüklə birləşir? Aha, yenə insan bölməsini yadımıza salırıq. Gövdə skeleti dedikdə onurğa sütunu və döş qəfəsi nəzərdə tutulur. Düzdürmü? Onurğaya birləşmişdi. Nə? Bir dənə ənsə, bu yastı sümükdür. 2 dənə çanaq moma fəqərələrinə. Bu da yastı sümükdür. Sonra döş sümüyünə də 2 dənə körpücük birləşmişdi. Bu da qarışıq sümükdür. Gövdə skeletinə başqa nə birləşmişdi? Başqa heç nə. Başqa heç nə birləşməmişdi. Deməli, 2 növ sümük birləşir. Yastı və qarışıq sümüklər. Körpücük oldu, qarışıq. 2 çanaqla bir ənsədə növünə görə oldu yastı. Bəli, 2 növ. Növ soruşduğuna görə cavab 2. 37-ci sual. 37-ci sual. Demək, deyir hansı fikir yanlışdır? Simpatik sinirlər ürək siklinin müddətini azaldır. Simpatik sinirlər ürək döyüntülərinin sayını artırır. Ürək döyüntülərinin sayı da ürək siklinin müddəti ilə tərs mütənasibdir. Delta T bərabərdir. Tel böl N düsturundan bilirik. Azaldır deyirsə, deməli bu doğrudur. Somatik sinir sistemi 2 növ əzələnin işini tənzimləyir. Somatik sinir sistemi eninə zolaqda skelet əzələsinin işini təmin edirdi. Avtonom sinir sistemi isə saya əzələlərin və eninə zolaqlı ürək əzələsinin, yəni iradəmizə tabe olmayan. Amma burada səhv yazıbdır da, somatik yazıbdır. Gərək bir növ yazardı. Ona görə B yanlışdır. Onurğa beynindən bir növ, bəli, bir növ, 31 cüt. Amma bir növ, hamısı qarışıq idi, düzdür. Baş beyindən 24 sinir, bəli, 12 cüt, 24 ədəd, düzdür. Sinir düyünləri hissi neyronların mərkəzi sinir sistemindən kənarda yerləşən cisimlərindən ibarətdir deyirdik. Burada da hissi neyronun cismi yazıb doğrudur. 30, deməli burada cavab nə oldu? 37-də B oldu. Yanlışı istəyirdi.
B oldu. Mən kitabdan oxuyuram deyə. Onu fırlatmaq yadıma düşmür. Siz görürsünüz də. Aha. Mən doğru cavab oldu B variantı. 38-ci sual. Deyir ki, meyozun hansı bölünməsi zamanı xromosomlar ekvator xətti boyunca iki cərgə düzülür. İki cərgədə deyirsə, bu metafaza 1-dir. Çünki metafaza 2-də mitozda olduğu kimi elə bir cərgədə düzülürdü. 39-cu sual. Deyir ki, insanın epiteli hüceyrəsində həyat siklində baş vermir. Oxuyaq. Xromosomların hüceyrənin ekvator sahəsi boyunca düzülməsi. Bu, metafazada baş verən bir prosesdir. Mitozda da baş verər, meyozda da baş verər, epiteli hüceyrəsində də mitoz gedir də. Bəli, bu baş verər. Sitoplazmanın bölünməsi. Sitoplazma bölünməsi də hüceyrə bölünməsi zamanı baş verir. İki xromatidli xromosomların hüceyrənin qütblərinə çəkilməsi. Bu, meyoz 1-in anafazasında baş verən prosesdir. İki xromatidli xromosomlar qütblərə çəkilirdi. Meyoz 1-in anafazasında. Amma epiteli hüceyrəsində meyoz getməz. O somatik hüceyrədir. Orada mitoz prosesi gedər. Və ona görə də orada yalnız bir xromatidli xromosomlar, qız xromatidlər qütblərə çəkilir. Ona görə C variantı baş vermir. DNT ikiləşməsi hüceyrə bölünən zaman istəyir somatik hüceyrədə, istəyir ilkin cinsiyyət hüceyrələrində baş verəcək. Xromatin saplarının qısalaraq yoğunlaşması, bu da profaza 1 mərhələsində baş verən prosesdir. Ümumiyyətlə profaza mərhələsində baş verən prosesdir daha doğrusu. Bəli, yəni mitoz prosesində də gedə bilər. Epitelidə də mitoz prosesi gedə bilər. Buna görə 39-da da doğru baş vermir deyirdi. Cavab nə oldu müəllimlər? C oldu da, düzdür. İki xromatidli xromosomların qütblərə çəkilməsi epitel hüceyrədə baş vermir. Nəhayət 40-cı sual. Deyir ki, 2n bərabərdir 8 xromosomlu bir hüceyrənin sitoplazmasında 16 xromosom olur. Hə, nə zaman olur? Onu tapmalıyıq. Deməli, xromosom sayı 2 dəfə artmışdır. Bu da anafazada olacaq. Anafazada 4n 4c. 2 dəfə artır. 2n-dən qalxır 4n-ə. Deməli, cavab olacaq anafazanın sonunda. B variantı. Bəli. Belə müəllimlər, sınaq üçün də izahını verdim. İnşallah gələn dərsinizə atdığım sonuncu atdığım dərslər var ha. Onları öyrənirsiniz, dinləyirsiniz, həm də kitabdan səhifələri demişəm, mütləq şəkildə dərslikdən oxuyursunuz. Tüm test banklardan harda nə var, hamısı bu bölmələri işləyirsiniz. Nə sualınız varsa günün 24 saatı 7 gün ərzində göndərə bilərsiniz. Yenə deyirəm, ola bilər o anda cavab vermərəm, hər halda cavab verəcəm həmin gün ərzində mütləq şəkildə inşallah ki, sağamsa deməli cavab verəcəm. Və sınaq 4-də işləyirsiniz, bir də artıq o kitabı, təzə çıxan kitabımızı əldə eləyin mütləq şəkildə, başlayın onların sınaqlarını işləməyə, çünki siz təkrardasınız, vaxt az qalıb. Və oradan da nə sınağınız çıxacaq, lap istəyirsiniz gələn dəfələrdən onların izahını verərəm, çatdırmaq olmur, sadəcə həm bəli, buyurun. Dim 20 var da bilirsiniz. Onu qurtarmaq lazımdır. Bir də bunu qurtaraq ki, ondan sonra hamısı birdən qatmaq olmur. Biz işə də gedirik ki. Hə, onu da qurtarın Vüsalə müəllimə. Onu uşaq Ona müəllimə görə deyirəm ki, mən o kitaba bəlkə giriş eləməyək, gözləyək biraz bunu sürətli 2-2 bir götürək. Yəni bizi də başa düşün, müəllimə, uşaq, ailə, dərs, Vüsalə iş. müəllimə. Sizi mən çox gözəl başa düşürəm, anlayıram. Yəni ona görə deyirəm də, yəni məndən deməkdir. Çatdığımız qədər. Kim nə qədər çatdırır? Bəlkə biri wunderkinddir Vüsalə müəllimə. O deyir ki, mən hamısını çatdırıram. O da var axı. Yəni ona görə mən maksimum tələbi qoyuram. Kurikulumda minimum tələb qoyulur. Mən maksimum tələb qoymuşam. Siz də nə qədərini bacarırsınız, kim nə qədərini bacarır eləsin. Nəyi başa düşmür soruşsun. Suallarını dərsə saxlamasın, dərs başlayana qədər. Yəni o da işlədiyi bir proses ərzində gün boyu soruşa bilər. Bəli. Bax bu testdə sizə aydın olmayan, bu dərsdə aydın olmayan nəsə varsa soruşa bilərsiniz. Çox sağ olun. Müəllimə, bu imtahanda inanmıram. Məndə bir dənə 20 səhv idi müəllimə. Maksimum bitki yağlarına çaşmışdım. Hə. İndi aydın oldu müəllimə?